Bugün Azərbaycanın milli qəhrəmanı Faiq Cəfərovun mövlududur. Faiq Cəfərov haqqında günlərlə danışmaq var. Onu tanıyan bir yaxını kimi onu deyə bilərəm ki, Faiq Cəfərov hələ uşaqlıqda qəhrəmanlıq məsələsidir. Öz həmyerliləri, öz tarixçiləri arasında həmişə igidliyi ilə, qəhrəmanlığı ilə dosta qarşı bir qəhrəmanlıq göstərən bir oğul kimi seçildi. Faiq Cəfərov 1974-cü ildə 20 ayda Cəlilabad rayonunda İşləvəy kəndində anadan olmuşdu. O Azərbaycanda 90-cı illərdə müharibə başladığı zaman Faiq Cəfərov da döyüşlərə atılmışdı. Bir çox uğurlu əməliyyatlarda iştirak edən Faiq Cəfərov Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdür. Lakin gənc yaşda bu adı alan qəhrəmanımız 1999-cu ildə 18 avqustda avtomobil qəzasında həyatını itirmişdir. Allah rəhmət etsin, bütün qəhrəmanlarımızın ailələri adından Faiq Cəfərovun ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanlarımızla görüşməyi Allah bizə nəsib edər. Allah rəhmət etsin.